Keçən illəri mən gələndə Muxtarla görüşdüm mən. Açıq aydın deyirəm, Muxtarla görüşdüm mən. Bilmirəm, deyəsən bundan qabaq danışmamışam bunu heç kimin yanında. Muxtarla görüşdük, bir saatdan yuxarı oturduq. Qarasuxur məscidinin yanında o Şeyx kafedə, 2-ci mərtəbə, ikimiz. Dedim, bəs mən Adillə görüşmüşəm, istəyirəm bəzi şeyləri sənə deyəm. Dedi, yox, Adil özü burada yoxdur, mən onu mühakimə eləyə bilmərəm. Dedim, səndən kimsə tələb eləmir ki, mühakimə elə, hökm ver. Sənə demək istəyirəm ki, adamla oturmuşuq, filan bir 7-8 dənə mühüm məsələlər, mühüm problemlər var ortada. Dedi, yox, biz özümüz oturmuşuq, danışmışıq, cavab almışıq. Dedim, bilirəm, 3 dənə sual vermişsiniz, xuruc eləmək olar deyib, yox, müsəlman görürsən deyib, hər üçüncü də yadımdan çıxdı. Dedim, bəs bu başqa söhbətlər var. Bu birincisi. İkincisi də əgər sənə belə deyibsə, mənə belə deyibsə və bu mənə dediyi şeyin üstündə münaqişə baş veribsə, qırğın baş veribsə, deməli problem var burada. Sənə başqa, sizə başqa deyib, başqa yerdə başqa söz danışır. Necə uzun sözün qısası imkan vermədi, keçdi, qamət məndən belə deyib, qamət mənə deyib, Adil mövzusunda məni susturursan, keçib qamətdən danışırsan. Onda qamət də burada yoxdur, mən də qaməti mühakimə eləyə bilmərəm. Necə olursan, özünü qayda qoyursan, sonra məni məcbur edirsən, öz söz ver. Necə uzun sözün qısası, qardaşlar, danışdım müəyyən şeyləri, bəzi məsələləri, dediyim şey, dedim, Adil alimlərə dil uzadır. Dedi, nə deyir? Dedim, Şeyx Abdullah Buxari barəsində deyir ki, həddədidir. Yəni, bidətçidir. Dedi, elə deyil ki. Yəni, Allaha and olsun, qardaşlar, bax, Rəbbimə and olsun ki, bunu Muxtar dedi, elə deyil ki, elədir da, elə deyil ki. Dedim, deyir ki, Şeyx Ubeyd alim deyil. Dedi, elə deyil ki. Şeyx Ubeyd deyir, İbrahim Ruhel'in yanında adam, alim deyil ki, deyir. Amma Şeyx Ubeyd İbrahim Ruhel'in şeyxi yerində olan adamdır. Aralarında 26 yaş fərq var, yaş baxımından 76 yaş ondadır, 77 yaş. Alimdir, ümmətin alimləri bugünkü gündə ona alim deyir. Sən kimsən ki, ona alim deməyəsən ki? Sonra Şeyx Muhammed ibn Hədi, o da alimdir, ondan da danışında, onu da təhqirlər. Yəni, bu mənhəc bunun üzərində qurulub. Sələfi elm əhlini vurmaq, yerinə də gətirmək, özünün lazım olduğu insanları gətirmək. İndi bugünkü gündə çıxıb deməsi ki, mən Şeyx Rəbinin rəyindəyəm, hələbi bidətçi filan beşməkan, hansı qulaqdan sırğı asmaq üçün ağalı ilə oturur, Abuzeytlə, filanla beşməkanla adili müdafiə eləmək. Yəni, bu mənhəc, o mumeyyi mənhəci budur. Mumeyyi mənhəci budur ki, bidət əhli ilə qardaş, əhl-i sünnə ilə düşmən. Qamətin hansı xatası var? Xatasız insan yoxdur. Amma qamətin israr elədiyi hansı xatası var? Gətir, qoy ortaya, qamət, mən sənə söz verirəm, qamət qaydacaq o xatasından. Mən bilirəm ki, o sələfidir, əlhəmdülillah, havasına tabi olan insan deyil, əlhəmdülillah, şərəfli insandır, dəvətçi insandır, dəvətdədir, Allah üçün çalışır və Allah üçün də alimlərin sözü ilə danışır. Yəni, öz sözü yoxdur. Nəsə xatası var, gətir qoy ortaya. Boş-boş danışma ki, həddədidir, nə bilim, nədir. Gətir qoy ortaya ki, xatası budur, dönsün o xatasından. Dönməsə sən deyəndir. Amma mən sənə xatalar qoyuram ortaya. Elə Muxtarın özünün bu xataları var. Alimlər barəsində alçaq sözlər işlətmək. Və s. Burada da, yəni qısa sözü bu olcu, qamət mənim üçün qamətin ləhcəsi ilə deyir ki, xərəb deyir. Mən də bununla gedirəm. Yəni, qisasımı alıram. Yəni, söhbət budur. Və s. Bax, ona görə, qardaşlar, bu məsələ belədir. Oradan Abuzeyt çıxır, buradan kim çıxır, hamısı axmaqlar, xarablar, bidətçilər, kimlər bidətçilər müdafiə eləmək və s. və ilaxır. Hamısı sələfi mənhəzini dağıtmaq, tökmək, hamısı sələfi mənhəzi, sələfləri parçalamaq, hərə özünə bir fikir, hərə özünə bir dəstə, hərə özünə bir kanal, bir qrup, bir nə bilim nə açmaq, alimlərin səhvindən kənarda qalmaq. Yəni, əlhəmdülillah, sələfi mənhəci elm mənhəcidir. Sələfi mənhəci Rabbani mənhəzdir. Sələfi mənhəci Allah Taala'nın yer üzünə qoyduğu saf, pak mənhəzdir. Peyğəmbərlərin mənhəcidir. Bu yola da alimlər davam edirlər. Bu yolda alimlər peyğəmbərlərin varisləridir. Yərfə'illahu ellezine amanu minkum vellezine utul ilmə dərəcət. Allah Taala deyir ki, Allah Taala sizlərdən iman gətirib elm verilən kəslər dərəcələrlə yüksəlsin deyə. Alimləri dərəcələr də Allah Taala yüksəldir. Hansı ki, o dərəcələri Allahdan başqa heç kəs bilmir. Alim deyildikdə, bidət əhlinin alimlərindən qəsd olunmur. Alim deyildikdə, bütün bu elm vəsfi gələndə, təriflər gələndə, alimlərin tərifi gələndə yadınıza saxlayın, bir mənhəzin alimləri, o da Əhl-i Sünnə vəl Cəmaətin mənhəzin alimləri qəsd tərif. Nə Əş'arisi, nə Məturidi, nə Xavaricisi, nə Rafizisi, nə o birisi, nə bu birisi, nə Hizbisi, nə bir heç kim yox. Ancaq Əhl-i Sünnə vəl Cəmaətin, ancaq sələfi mənhəzin alimləri tərifləri Allah və Rəsulu tərəfindən. Peyğəmbərlərin varisləri bidətçi alimlər yox. Peyğəmbərlərin varisi Əhl-i Sünnə alimləri, sələfi alimlər qəsd olunur. Allahın tərifləyib dərəcələrlə yüksəltdiyi alimlər də bunlardır. Bunlar da onları söylürlər.
Elə bilirsiniz ki, sabahlarım Şeyx Abbas Hələbdən danışsa, onu tərifləyəcəklər. Yox, onu da vurub atacaq. Necə ki, Şeyx Salih Suheymi vaxt və demirdi, Sələbi onu öz saytını tərifləyirdi. Deyəndə dedi ki, Şeyx Salih Əsəli çordur, oxumur, bilmir, cahillikdə ittiham elədi, çorluqda ittiham elədi. Allah Taala'nın verdiyi bir müsibətdir ona. Və s. Ona görə elhamdülillah Qamət qardaşın apardığı dəvət, bərəkətli dəvətdir, mübarək dəvətdir Azərbaycanda və elm əhli tərəfindən dəstəklənən mərhəzdir. Vallahi Şeyx Rəbinin yanında olduq. Qamət qardaşla səfirlərimsə olmuşam. Hə, bəli, bir dəfə Qamət qardaşdan olduq, bir dəfə ondan sonra tək oldum. Şeyx Rəbi elhamdülillah danışdıq Azərbaycan barəsində mövqeyi, Azərbaycan barəsində dəvəti və təriflədi və bərəkət istədi və dedi davam eləyin, çəkindirin filan. Və s. Elhamdülillah bu dəvət alimlərin dəvətidir. Bu mənhəz alimlərin mənhəzidir. Hakimiyyət məsələsi olsun, başqa mövzular olsun, elhamdülillah Qamət qardaşın sabahlarım kimsə xəta eləsə, heç kim xətadan məsum deyil. Kimsə xətaya düşsə, o xətadan dönməlidir. Dönməsə, israrlı olsa, onun cavabı başqadır. Mən olmayayım, kim olur olsun, fərq elə. Mən onların içində ən balacasıyam, özümü ən aşağısı hiss eləyirəm. Elhamdülillah, heç kim böyüklənməli deyil, heç kim də özünü qaranti altına eləməyib. Ona görə Peyğəmbər s.ə.v Peyğəmbər idi. Dua edir ki, ya muqallibəl qulub, təbbit qalib alə dini. Ya musarrifəl qulub, sarrif qulubunə ilə taatik. Qəlbimi dininizdən sabit elə, qəlbimi itaətdə elə. Peyğəmbər idi. Və Aşir Adəman dedi ki, ya Rasulullah, sən bizim üçün narahat olursan. Dedi, qəlblər Rəhmanın barmaqlarından, iki barmaq arasındadır. Mömin yatər, kafirdir, kafir yatər, mömindir. Allah Teala Quranda nə qədər ayətlərdə bizə öyrədib ki, biz Allahdan hidayət istəyək. Rabbənə la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahmə. Ey Rəbbimiz, hidayətə gəldikdən sonra bizi hidayətdən arzırma. Biz azmayaq. Allahdan sabitlik istəmək. İyyəkə na'budu və iyyəkə nestəin. Yalnız sənə ibadət eləyirik. Yalnız səndən kömək istəyirik. Sənə ibadətdə səndən kömək istəyirik. Mənası həmsinin. Yalnız sənə ibadət eləyirik və bu ibadəti yerinə yetirməkdə yalnız səndən kömək istəyirik və s. Nə qədər ayətlər var, nə qədər hədislər var ki, Allah Teala'dan hidayətdə sabit qalmaq üçün sünnə üzərində sabit qal. Sünnə deyildikdə, yəni səhih mənhəc, səhih etiqad üzərində sabit qalmaq üçün Allah Teala'dan yardım istəmək gecə gündüz. Bunlar olmasa insanın sabit qalmasının səbəblərindən biri də nədir? Səbəblərdən biri Allaha daim yalvarıb yaxarmaq, Allahla səmimi olmaq, öz dinində, etiqadında, fikirlərində səmimi olmaq, sadiq olmaq. Allah Teala onu sabitlik verəcək inşallah. Allah Teala onu sabitlik verəcək. Və həmçinin sabit qalmağın səbəblərindən də Şeyx Muhammed bin Sa'id Raslan la a'lamuhu illa aliman min ulama' sünnə və təsayyudun nas li ba'dihim hada marad nes'alullah an yashfiya o günah sana qarşı qalaşır. Necə ki, iblis Allaha bir əməldə asi oldu. Adəm əleyhissalama səcdə eləmədi və istəkbərə və kənə minəl kafir. Üz döndərdi, təkəbbürlü elədi və kafir oldu. Bir günahla. Və insan da bilmir, ola bilər, bir günah eləyərsən, Allahın qəzəbinə gələr, insan, Allah qorusun və o günah insanı həlakə sürükləyər, usuruma sürükləyər, cəhənnəmin dibinə aparar. İnsan özü də bilmədən bir kəlmə işlədər ki, o kəlmə insanı cəhənnəmin dibinə sürükləyər. Ona görə insan öz əməllərini, insan öz sözlərini, öz hərəkətlərinə baxmalı, həmişə yəni şəriət çərçivəsində qiymət verməlidir öz əməllərinə, daim tövbədə olmalıdır. Ramazan ayından çıxdıq, elhamdülillah, böyük mədrəsə, böyük məktəb, İslamın böyük bir rükununu yerinə yetirdik. Hansı ki 30 gün başqa bir əməl, ibadət yoxdur ki, 30 gündə sən sər-arsər o əməli eləyirsən namazdan başqa. Rükun dalbadal hər gün yerinə yetirirsən. Bu kimi əməllər, onda inşallah insanın ehtimal var ki, insan sabit qalsın. Ona görə alimlər deyərlər ki, biz təəccüblənmirik, İmam Şafi və başqaları deyərlər ki, biz təəccüblənmirik, insan hədis rəvayət eləsin və çaşsın, xata eləsin. Təəccüblənirik o insana ki, hədis rəvayət eləyir, amma çaşmır. Xata yəni hamıdan baş verir. Və başqa əmər deyərlər ki, biz təəccüblənmirik, haqqa gəlir, haqdan azanlar. Biz təəccüblənir, haqqa gəlir, haqq üzrə sabit qalır. Yəni, sabit qalmaq özü bir həyatın Allah bilir 30 il, Allah bilir 40 il, Allah bilir nə qədər Allah bilir. Bəlkə həyatın uzun olar. Həyat da uzundur, keşməkeşlidir. Həyatda problemlər gəlir, fikirlər gedir. Və bilmirsən harda, nə vaxt, nə gələcəksən. Biz bilirdik ki, bu söhbət gəlib düşəcək bizim aramıza. Bilmirdik. Gəldi, söhbət düşdü, fitnə gəldi. Şeyx Salih Fovzan deyir ki, Həfizəhullah, deyir ki, fitnələr labüddür ki, gəlməlidir. Allah Teala and etsin ki, sizi imtihanı çəkəcəm. Və bu fitnələrin, Şeyx Salih Fovzan deyir, bu fitnələrin qurbanları da olacaq. Fitnə gəlibsə özündən aparacaq, qurbanlar da aparacaq.
və fitnələrin də qurbanı yalnız hava əhli olacaq. Yəni hava əhli elmə arxalanmayan, alimlərə arxalanmayan, nəsihət qəbul etməyən, öz havasına tabe olan, öz nəfsani şəhvətlərinə tabe olan insanlar, öz havasına tabe olan insanlar. Və ondan da Allah və Rəsul seçindirir bizi kitabda nə qədər yerdə. Havaya tabe olmaq. Və belə qardaşlar, Allah Taala istəyirəm məni də, sizi də haqq üzərində sabit eləsin, haqq üzərində öldürsün və salihlərlə bir də həşr eləsin. Və subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfirullah və ətubu ilayk.